jurnalistlər bizim sözümüzü cəmiyyətə çatdıran, xalqın sözünü dünyaya çatdıran ən önəmli bir fəaliyyət sahəsində çalışırlar. Eyni zamanda siyasətçi də pis peşə deyil. Siyasətçinin də haqqı var ki, bütün bölgələrə getsin, cəmiyyətlə görüşsün, kontaktlarda olsun, təmaslarda olsun və Tofiq Yaqublu da, İlqar Məmmədov da gərginlik olan bölgəyə gedərək oradakı vəziyyəti dəyərləndirmək, insanları dinləmək və vəziyyətlə bağlı daha dəqiq təsəvvür etmək üçün oraya gediblər. Buna da tam haqları var. Bu həbsin İsmaildə baş verən hadisələrin kökü barədə Qubad bəy kifayət qədər qısa və inandırıcı çıxış etdi və faktlar ortaya qoydu. Bu mövzunu genişləndirə də bilərik. Ancaq mən başqa məsələ haqqında danışmaq istəyirəm. Bu həbsləri niyə həyata keçirir bu hakimiyyət? Qubad bəy də, Rauf bəy də bunun bir sıra yönlərini izah edirlər. Ancaq təbii ki, hamımız bilirik və razılaşarıq yəqin ki, bu həbslərin əsas iki səbəbi var. Birincisi, fəal insanları, cəsarətli insanları, iş görən insanları, yalnız sözlə kifayətlənməyib addım atan insanları cəzalandırmaq, sıradan çıxartmaq. İkincisi də ki, qalanların gözünü qorxutmaq, cəmiyyətin gözünü qorxutmaq. Əsas hədəf budur. Ona görə də bizim görəcəyimiz əsas iş cəmiyyətin qorxmadığını, demokratik düşərgənin qorxmadığını ortaya qoymaqdır. Bunun da yolları var. Birinci yol həqiqəti deməkdir. Nəyə görə həbs olunur bu adamlar? Və bu həqiqətlər də deyilibdir bugünə qədər, bugün də burada deyilməyə başladı və deyiləcək hələ. Bu həqiqətlər deyilməlidir, açıq şəkildə deyilməlidir. Həm ölkə içində, cəmiyyətdə xalqa çatdırılmalıdır həqiqət, həm də dünya çatdırılmalıdır. İkincisi isə nümayiş etdirilməlidir ki, bu həbslər bizi dayandırmır. Bu həbslər cəmiyyəti, demokratik düşərgəni, müxalifəti, vətəndaş cəmiyyətini mübarizədən çəkindirmir. Bunu nümayiş etdirmək lazımdır. Lap açıqcası göstərmək lazımdır ki, biz sizin həbslərdən qorxmuruq. Axı, bizim əlimizdə başqa bir mübarizə vasitəsi yoxdur. Biz həqiqəti deyirik və yolumuzu davam etdiririk. Mübarizə üsulumuz budur və bununla da hesab edirəm ki, hakimiyyəti dayandırmaq mümkün olacaq. Çünki nə qədər çox fəal varsa, nə qədər çox fədakar insan varsa, nə qədər çox cəsarətli addımlar atılırsa, hakimiyyətə bunun qarşısını almaq bir o qədər çətin olur. Yəni, hakimiyyətin bu saat ən çox qorxduğu məsələlərdən biri demokratik düşərgə ilə, müxalifətlə xalqın, cəmiyyətin bütünləşməsidir. Bizim hədəfimiz budur. Hakimiyyət divar çəkmək istəyir cəmiyyətlə müxalifət arasında. Biz isə bunun belə olmasına imkan verməməyə çalışırıq. Çalışırıq ki, müxalifətlə cəmiyyət, xalq bütünləşsin. Və Tofiq bəylə, İlqar bəyin də İsmailin səfəri həmçinin də bununla bağlı olurdu. Ona görə də yolumuzu davam etdirməliyik. Hər yerdə, hər an xalqımızla, insanımızla bir yerdə olmalıyıq. Gərginlik olan bölgələrə jurnalistlər də, vətəndaş cəmiyyətinin nümayəndələri də, siyasilər də səfərlərini davam etdirməlidirlər. Mümkün qədər bu səfərlər şəffaf xarakter daşımalıdır. Yenə də elə yük, media, jurnalistlərə düşəcək bu səfərlər geniş işıqlandırılmalıdır. Hər bir anı foto, videoya çəkilməklə ortaya qoyulmalıdır. Və görünür ki, bu kütləvi tədbirlərdə çox ara verəndə də hakimiyyətin repressiya imkanları artır. Kütləvi tədbirlər davam eləməlidir. Mitinglər, yürüyüşlər, piketlər davam eləməlidir. Və hesab edirəm ki, bizim birgə fəaliyyətimizlə bu hakimiyyətin repressiya maşınını dayandırmaq mümkün olacaq. Bu il Azərbaycanda dəyişikliklər zəruridir, həm də labüddür və cəsarətli mübarizə ilə bunu həyata keçirmək mümkün olacaq. Yaqublu ailəsinin qarşısında xüsusi baş əymək gərəkir. Çünki bu ailə bütün çətinliklərə baxmayaraq fədakarlıqla mübarizəsini davam etdirir və bütün cəmiyyətə nümunə göstərir. İlqar Məmmədov da cəsarətli bir siyasətçi kimi son vaxtlar bir çox addımlar atıbdır və onların müdafiəsini biz birgə keçirməklə biz Tofiq Yaqublu həbs olunmasaydı İlqar Məmmədovu müdafiə edəcəkdik. Çünki biz haqsız həbs olunan hər bir vətəndaşımızı müdafiə etmişik və müdafiə edirik. Eyni zamanda təkcə bu məşhur insanları, tanınmış insanları yox, sıravi vətəndaşlarımızı da tam müdafiə etməliyik. Çox düzgün olaraq Qubad bəy qeyd etdi ki, İsmailli hadisələrdə həbs olunan digər şəxsləri də biz müdafiə etməyə çalışacağıq. Bu İsmailli hadisələrdə həbs olunanlara da aid olmalıdır. Qubadakı məhbuslara da, Binədəki məhbuslara da. Quba məhkəməsi gedir və özünüz görürsünüz ki, ortada heç bir şey yoxdur. Ciddi bir şey yoxdur. Günahsız insanları, hətta jurnalistləri də həbs edib cəzalandırır bu rejim, çünki qorxur. Ona görə də bu hakimiyyətin bu
repressiyası cəmiyyətlə xalq, müxalifətin bütünləşməsi kimi, həm də demokratik düşərgənin bütövləşməsi, birləşməsi, birlikdə fəaliyyət göstərməsi üçün də əlavə bir stimuldur. Bu xətti də davam etdirəcəyik. Mən inanıram ki, Qubad bəy və digər dostlarımız bu komitənin işini yüksək səviyyədə aparacaqlar. Mən də sıravi bir kimi komitəyə yazacaqsınız yəqin ki, hər bir işdə sizlə bir yerdəyəm, uğurlar olsun.